indi bu vəzifə verəndə, buna xidməti maşın verəndə, buna müəllim status verəndə, buna VIP-dən keçid verəndə, buna diplomatik xidməti pasport verəndə, düzdür ya yox? Bu yaxşıdır və bundan tələb eləmək lazımdır axı. Mən krantıma açıram, su gəlmirsə, mən üçün dəxli yoxdur. Dünyada qlobalistləşmə gedib, turbo partlayıb, rüşvət al. Mənim suyum gəlmir, qardaş. Niyə gəlmir? Düzdür? Mən uşağımı məktəbə göndərirəm, uşağım məktəbə gedir və gəlib məktəb proqramından universitetə girə bilmirsə, mənim problemim deyil, bu nə deyil. Mən niyə repetitora pul verməliyəm? Düzdür Sevinç xanım? Öz mən əgər icbari tibbi sığortamı ödəyirəm və sonra xəstəxanaya gedib günlərlə növbə dururamsa, mən soruşmalıyam da qardaş. Niyə mən növbə durmalıyam? Alın da qardaş, alın tikin, hər rayonda xəstəxana tikin. Niyə tikmirsiniz? Nədir o MRT-nin, o KT-nin, o nə bilim Uzi-nin, o aparatların qiyməti neçədir Sevinç xanım? Üst-üstə yoxsa. Qəpik quruşadır da bir dənə bir il şey keçirməyə formula bilir. Görün nə qədər xəstəxanaya aparatura, texnika, texnologiya almaq olar. Alın eləyin də.